Yol nəqliyyat hadisələri müasir dünyada əsas sosial və ictimai təhlükəsizlik problemlərindən biri olaraq qalır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada təqribən 1 milyon 250 min insan yol nəqliyyatı hadisəsi nəticəsində həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. Bəs Azərbaycanda vəziyyət necədir? Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə ölkəmizdə 1252 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 12,3% və ya 175 hadisə azalma deməkdir. Son 5 ilin dinamikasına nəzər saldıqda, 2022-ci il istisna olmaqla ümumi azalma tendensiyası müşahidə edilib. Ötən il qeydə alınan yol nəqliyyat hadisələrində 1026 nəfər yaralanıb. 689 nəfər həlak olub. 2024-cü illə müqayisədə yaralananların sayı 8,2%, həlak olanların sayı isə 9,8% azalıb. Təbii ki, bunda yol infrastrukturunun müasirləşdirilməsi və təhlükəsizliklə bağlı görülən işlər mühüm rol oynayıb. Hətta yol hərəkəti haqqında və avtomobil yolları haqqında qanunlara təklif edilən yeni dəyişiklikləri ötən gün Milli Məclis 3-cü oxunuşda qəbul edib. Qərara əsasən ödənişli avtomagistrallarda maksimum sürət həddi 130 km/saat müəyyənləşdirilib. Qanuna əlavə edilən digər yeniliklərdən biri də saxlanılan avtomobil sahibinin müəyyən edilmiş ödənişi etdikdən dərhal sonra nəqliyyat vasitəsini geri ala bilməsi ilə bağlıdır. Əgər avtomobil qanunsuz saxlanılıbsa və ya saxlanma zamanı zərər dəyibsə, sahibi inzibati qaydada, eləcə də məhkəmə yolu ilə şikayət edə bilər. Həmçinin mühafizə olunan duracaqda saxlanma haqqının hesablanması avtomobilin gətirildiyi gündən sonraki gün saat 00-dan etibarən hesablanmağa başlanacaq. Əziz sürücülər, özünüzü qoruyun. Avtomobili idarə edərkən çalışın diqqətiniz daim yolda olsun.